hardasa ata minəndə, ümumiyyətlə bu təlimli atdı ya da bir kənd atıdımı 4 dənə məsələyə diqqət edin. Birincisi, min illərdir biz bu heyvanı əhəlləşdirəndən bu yana həmişə bu heyvanın solu ilə hərəkət eləmişik. Ona görə sol tərəfdə dayanın. Minib düşməyi də bu tərəfdən edirsiniz. İkincisi, yaxşı. İkincisi bunlardır. Gəl bura, yaxınlaş. Ayağınızı bura tam keçirtməyin heç vaxt. Çünki elə eləsəz, bunu bir göstərək deyəm. Hə, bu ortada bonus məlumatdır. Atı minəndə sol tərəfdən minirsiniz. Siz minəndə sizi dişləməsin deyə bu tərəfi biraz belə dartıb saxlayırsınız. Bu da hündür atdı, inşallah minə bilərəm. Bismillah. Atı sürəndə ayağınızı bura tam keçirtməyin. Birdən yıxılarsınız atın üstündən, ayağınız burada ilişib qalar, başınız arxada sürüyer gedər. Ona görə belə olsun. Atdan düşəndə də ayağın ucunda saxlayın ki, rahat çıxardıb düşəsiniz. Siz düşən anda getsə də ilişib qalmasın. Üçüncüsü, maşının rolunu nətər tutursunuz sükanı? Əl bu formada. Bunda da baş parmağın arasından keçir, aşağıdayı barmaqdan belə. İpləri belə saxlayırsınız. Yəni budur. Ən sadə. İndi irəli səviyyə sürücülər nə isə eləyə bilərlər. Təməldə bu öyrədilir. Bir də kinolarda gördüyünüz kimi sürətlə at sürəndə qabağa əyilirlər. Belə onu eləməyin. Çünki siz əyləndə birdən başın qaldırası olsa dəqiq sifətiniz dümdüz olacaq. Onu istəmədim. Salam əleykum. Yaxşı adam bir təlimin üstünə gələr çıxar. Hə, indi bu 4 dənə əsas məsələ idi. Qalan məsələləri gəldikcə atçılıq mərkəzində təlimçi yoldaşlar öyrədirlər hamısını. Sürdükcə də səhvləriniz nələrdirsə onları deyirlər. Turlarla bağlı da Orxanla, Orxan hər həftə sonu gəlir. Mən də imkan olduqca qoşuluram ona. Orxanla əlaqə saxlaya bilirsiniz.